Salam barlıq aziz qarindoshlar. Bulubmu Amerikada yaşayotgan barlıq Uyghur vatandaşlar. Bugün 7 ayının 4 günü Amerikanın dövlət bayramı bolğan Amerika Mustaqillik Xatırı gününə mübarək bolsun. Bugün Amerika 1776 yılı 7 ayının 4 günü Angliya müstəmləkəsindən müstəqillik jakarlığına saq 245 yıl boldu. Biz Amerikanın Mustaqillik Xatırı günündə Amerikaya təşəkkür bildirimiz. Amerikadan fəxrlənimiz. Amerikanın qanun, erkinlik və tərəqqiyatından bəhrəman bolalımız üçün minnətdarlıq bildirimiz. Şundaqla Amerikada tirişib, ügünüb və cəbalıq işləb Amerika asası iqlim bilan bərabər dərəcədə yaşaş bilan birgə kəlgüsü əvladlarımızı güclük, yaramlıq qilish üçün tirişimiz. Şundaqla bu gündə insani hürlüki və erkinlikdən ayrılğan xalqımızın avazı boluş üçün öz ana vətənimizin müstəqillik üçün hərəkət qilishni əstin çıxarmayımız. Amerika köp medeniyetlik, köp milletlik, köçmenler dövləti. Fürsətlərə tolğan, xatalıqlarını tüzüş iqtidarı ega bolğan asasi qanun cumhuriyeti. Biz imkanımız yetişçe özü, ailesi, vətəni üçün hərəkət qilishni xalaydigan qarindoshlarning Amerikaga kelishi uchun texmi ko'p kuch qilishimiz kerak. Hammanglarning Amerika Mustaqillik Xatırı kuniga muborak bo'lsin. Tahiriman.